Alimlərdən biri xatirətində yazıb, mən ucqar bir kətdə, dağ bir yerində ruhani idim. Bir özüm idim, bir yoldaşım idi, bir də körpəmiz var idi. Dağlıq yer idi, kəndinlə yuxarısında bizim evimiz idi. Bir gün deyir, vəziyyət belə oldu, xanımın dünyadan getdi. Elə ki, bu xanımın dünyadan getdi, bu körpə ilə mən qalmışam. Bu körpə də çağa, qundağda, südəmər uşaq. Ana öldü, qaldı mənlə. Bu ana dünyadan gedib, bizim də elə bir adamımız yoxdur, gələlər, yetişələr buna. Mən də deyir, dərhal elə izdivac edeyim, gördüm biraz yaxşı çıxmaz. Həm cəmaat buna pis baxar, həm deyərlər, xanımının hürmətini gözləmədi, həm elm baxışlarını mülahizə eləyib bu çətinliklərə dözürdüm ki, biraz günlər keçsin, məsələ biraz köhnələşsin, sonra ailə qurum. Deyir, elə işim bu uşaq idi, ancaq özüm baxırdım buna. Amma təbii ki, evində tələbatları var idi, bir gün qalxdım meşəyə, gedim çilə gətirməyə. Meşəyə çilə gətirmək üçün gedəndə bir dənə də itimiz var idi, bağlamışdıq həyətdə. Tüfəngimi attım çiynimə, meşədir, yırtıcı heyvanlar olur. Getdim meşədən çiləni götürdüm, kürəyimdə gətirirəm, tüfəng də çiynimdə. Gəldim həyətə girəndə, gördüm it ki bağlamışdıq indi. Ya ipi zəif olub, necə olub, gördüm bu bunu qırıb, girib evə, ağzından qan axa çıxır çölə. Deyir, səhnəni gördüm, elə bil başıma qaynar su tökdülər. Gördüm bu it girib içəri, uşağı yırtıb, çıxır çölə. Bir mənə deyir, bu səhnə pis təsir elədi, əl atdım tüfəngə, iti vurdum, tez qaçdım ki, görüm, uşaq tamam doğrayıb, öldürüb, ya heç olmasa canızadı var. Deyir, getdim, içəri girdim, gördüm, ya uşaq elə qundağında, beşiyində bir dənə canavar evin içində. Demə bu canavar necəsə gəlib, qapı açıq, girib içəri, bu it də görüb ki, sahibinin balasını orada yiyəcək. Nə müsibətlə o ipin qırıb, gəlib bu canavarı yırtıb, çölə çıxırdı ki, mənlə rastlaşdı, ağzı qanlı, mən də dərhal onu vurdum. Deyib, bu səhnəni görmək elə birinci səhnə qədər mənə pis təsir elədi. Tez döndüm, itə baxam ki, bunun vəziyyəti nə yerdədir? Deyir, baxdım, gözləri ilə hələ deyir, tam ölməmişdi. Baxırdı mənə, sanki deyir, gözlərində bu sual oxudum ki, insan, sən nə tez qərar verdin? İnsan, sən nə tez qərar verdin? Bəzən görürsən insanın tələsib verdiyi qərarlar, kiminsə sözünə dərhal inanıb göstərdiyi reaksiyalar sonda insanın peşmançılığına bais olur. Mütəal Allah Hücurat surəsinin 6-cı ayəsində buyurur, ey o adamlar ki, iman gətiribsiniz, fasiq bir insandan söz eşidərkən dərhal ona əks əməl göstərməyin, aydınlaşdırın, yoxsa bilməzlik üzündən kimlərəsə sədəmə vurarsınız, ondan sonra buna peşman olarsınız.